Hər vaxtınız xeyir olsun əziz dostlar. Bu günlərdə Qusar rayonunun ərazisinə yağan aramsız yağışlar nəticəsində bir çox yollar, yol infrastrukturu kimi Qusar Həzrə magistral yolunun üzərindən Yasab kəndinin ərazisindən keçən kiçik su ötürücüsünün çökməsi nəticəsində yol dağılıb, magistral yol və bu istiqamətdə insanların gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə alternativ yol çəkilib Yasab kəndindəki həmin çayın üzərindən və bugün də mənim yolum düşdü həmin kəndin ərazisindən. Yolda nəqliyyat vasitələrinin hərəkəti biraz çətinləşib, o çəkilən alternativ yolda biraz narahatçılıqlar var. Nəyə qeyd eləmək istəyirəm? Deməli, Yasab və bir neçə kəndin birləşməsidir də, bələdiyyə yerli özünü idarə etmə orqanları. Mən burada bələdiyyə sədrini görürəm. Yəni bu müsbət bir haldır həqiqətən. İnsanların arasında olmaq, onların şəraitinin yaxşılaşdırılması, onların gediş-gəlişinin təmin olunmasında bilavasitə bələdiyyə sədrlərinin, bələdiyyə üzvlərinin iştirakı vacibdir və bu bir nümunədir. Mən buradan bələdiyyə sədri başda olmaqla bütün bələdiyyə üzvlərinə təşəkkürümü bildirəm və çox bələdiyyə üzvlərinə və rəhbərlərinə bir nümunədir. Həqiqətən insanların umduğu bir yerdir bələdiyyə, icra nümayəndəliyi. Alqışlayıram. Deməli, mərkəz Qusar rayonu istiqamətində hərəkətim zamanı müşahidə elədiyim deməli o an nədən ibarət idi? Xırda bir gecikmə oldu, narahatçılıq var idi, böyük bir tır maşını orada ilişib qalmışdı və 5-10 dəqiqə zaman ərzində İlham müəllim başda olmaqla onu buradan göstərirəm sizə. Allah razı olsun. Təşəkkürümü bildirirəm. Çox təşəkkürümü bildirirəm. Bütün orada çalışan əməkdaşlara, operativliyi nümayiş edən, sürücülərin rahatçılığını təmin edən insanlara minnətdaram. Təbii ki, yaxşıya yaxşı demək də və yaxşı iş görən insana çox sağ ol demək də bir qabiliyyətdir. O da ki, bizdə var. Allah razı olsun. İnsanların, vətəndaşların, sakinlərin rifahını, onların həyat şəraitini yaxşılaşdırmaqda xüsusi əməyi olan insanlara Allah yardımcı olsun və onların mükafatı həmişə olur, olacaq da bundan sonra. Təşəkkür ederim.